Mənim özümün başıma belə bir hadisə gəlib. Mənim qızımın doğum tarixinin ilk rəqəmi 6 çıxır. O mənə Oo. bəli, o 24 anadan olub. 24-ü Qoyun 10. da istəyirsiniz deyim. Aha, 24-ü 24-ü Aha. 10-u onu 2018-ci il. 2018-ci il. O mənə bir gün gəldi, dedi ki, hətta bu keçən il olmuşdu. Mhm. Dedi, bilirsən, mən sənin anan idim. Mhm. Sən mənim balam idin. Və mən belə baxıram onun üzünə. Deyir ki, sən rəhmətə getdin. Mən səni qucağımda apardım. Mən belə qaldım. Mən dedim ki, sonra nə oldu Ayla? Hə, dedi ki, sonra da mən təzədən burada doğuldum da. Aytaxan, baxın, sizin qızınızdan hədiyyə olaraq 9. Deyirəm. Baxın, taley olaraq 11. Yol olaraq yenə 9. Gözsüz ruh gəlib çıx 6 ilə. Burada qorxular da var. Ayın 6-sı, ayın 15-i, ayın 24-ü doğulan insanlar ruh qorxularla gəlib. Və o qorxuları düzgün idarə etmək lazımdır ki, o çıx 9, çıx 6 onu qorxutmasın, məsələn, hansısa yola çıxmağa, o qapını açmağa. Heç nəyə risk eləmir. Hə, ona görə ki, ruh gəlib qorxularla. Burada sizin uşağınızla bircə dəfə söhbət eləmək lazımdır ki, nə kimi o qorxunu idarə etməlidir və o çox rahatlıqla həyatını yaşayacaq. Və bu bir var ki, sizin uşağınız hələ yəni ki, uşaqdır, yetkin dövrünə çatmayıb, amma bu nömrələrlə gəlirlər 30 yaşında, 40 yaşında, 50 yaşında, 60 yaşında və üst-üstə getdikcə bu vəziyyət gərginləşir. Çox. Və bunu yəni ki, bu hissiyatı bu gərək indidən düzgün idarə etsin ki, o qorxulara qalib gələ bilsin. Məsələn, panik ataklar. Ha, indi çoxsu deyir ki, panik atak, antidepresan içirlər illər boyu. Çox uzun illər. Məsələn, keçən dəfə yoqaya bir xanım gəlib, 3 ildir evdən bayıra çıxmırdı ki, mən qorxuram ki, çıxsam öləcəm. Mən beynimləndir başa düşürəm ki, 2 yaşlı uşağı ya 3 yaşlı uşağı əlindən tutub gedirəm, o təsəlli alıram o 3 yaşlı uşaqdan. Mən başa düşürəm ki, bu 3 yaşlı uşaq mənə heç kimdən qoruya bilməz. Bu uşaq mənə nə edə bilər ki, o məni qorusun, amma o mənə təsəllidir, mən o yolu evdən çıxa bilirəm.